Əziz xələq tamaşaçı, zəhmət çəkib xoş gəlmisən bizim bu şən karnavala. Xoş gəlmisən, xoş gəlmisən, Hoş gelmişsen, hoş gelmişsen. biz bilirik soyuducu, həsrət qalıb ətə yağa. Bilirik ki sən ümidlə baxırsan hər fırıldağa. Bakırsan her fırıldağa. Bilirik məvacibini vaxtında ala bilmirsən. Güzəranın ağır keçir, ürək dolusu gülmürsən. Yürek dolusu gülmürsen. Bilmirsən ki kim haqlıdır, iqtidar ya müxalifət. Bilmirsən ki həqiqəti doğru yazır hansı qəzet. Doğru yazır hansı gazet. Yoxsulluq qıtlıq bahalı, səni girləyib izləyib. Bilirik ki bilməyirsən, səni sabah nə gözləyib. Seni sabah ne gözleyim. Bu dünyanın müşkülləri hər gün artar heç əskilməz. Qəm çəkməklə qayğılara kimsə çarə tapa bilməz. Kimse çare tapa bilmez. İndi bütün qəm qüssənin vardır yalnız bir dərmanı. O da gülüb əylənməkdir. Gül qaraltma sən qanını. Gül karaltma sen kanını. Əziz xələq tamaşaçı, qayğıların cəngəsindən qaçıb bura xoş gəlmisən. Karnavala xoş gəlmisən. Karnavala hoş gelmişsen. Karnavala xoş gəlmisən. Karnavala hoş gelmişsen. Yıkıldı. Cenab müdür, əzilmədiz ki. Cenab müdür, getirdiler. Ha? Hə?
Neçə dənə? 3 dənə. 3 dənə? Bəli, 3 dənə. Ana cəmi? Bəli, cəmi. Azdır da. Bilirəm də azdır. Nəysə, əşi birinin nazirimizə söz vermişəm. Baş üstə. Amma cəmaat. Cəmaat üçün elan yazıb vurmusan, satış sağ olacaq. Bəli. Deməli belə, saat 2 olan kimi bağla mağazanın qapısını. Baş üstə. Qoy desinlər ki, bir balaca yoxlama aparır. Baş üstə müdür cənablar, baş üstə. Adam zad var be ya. Qırğındır. Ha? Hə, hər kvartalın axırı belə olur. Aha. Bir də hər axşam televiziyada elan verirlər ki, əziz Bakılılar, kvartalın axırı halal firması şifanerləri 80% ucuz satır. Bağışla müdür cənablar, bağışla. Bayırda bir növbə düzəldiblər, gəl görəsən. Siyahı tutan kim, oğuzuna nömrə yazan kim. Bu halal firması da bizi zibilə salıb da. Bəli, Ya görün bura. bəli. Ne edirlər eləsinlər. Sən mən deyəni. Baş üstə müdür cənablar. Mən də aradan elə çıxacam ki, izimi tozumu da görməsin. Baş üstə müdür cənablar, baş üstə. Çıkarana hasta kaçan namerdi, at elini dünya boyunca merdi. Gecelerini asla kaçan namerttir. Bu ne sözlü dünya oyunu nettir. Hereye bir fislet verir yaradan, at seçilir avlığıyla karadan. Dikli derdi yiyip çıkma aradan, aradan çıkmak da özü ücrettir. Çıkaradan hasta kaçan namerdi. Gecelerini asla kaçan namerttir. Bu ne sözlü dünya oyunu nettir. Bize bellidir kaçmanın iki yolu, kaçıp kazanmışık serveti kolu. Gör ne güzel söyleyip bir koçkör oğlu, çıkaradan asla kaçan namerdi. At elini dünya oyunu nerede? Geceleri asla kaçan namerttir. Bu ne sözlü dünya oyunu nettir. Çıkaradan asla kaçan namerdi. At elini dünya oyunu nerede? Geceleri asla kaçan namerttir. Bu ne sözlü dünya oyunu nettir. Çıkaradan asla kaçan namerdi. At elini dünya oyunu nerede? Ya görün bura. Bəli müdür Ne cənablar. edirlər eləsinlər. Baş. Sen ben dediğim elə. Baş üstə müdür Mən cənablar. də aradan elə çıxacam ki, izimi tozumu da görməsinlər. Baş üstə müdür İşim de cənablar, o. baş üstə, baş İşim de o. baş üstə, baş. Müdür cənablar, müdür cənablar. Yenə çıxdı aradan. İndi mən yazığın yaxası qalacaq cəmaatın əlində. İşə düşmüşük də. Xeyri özü görür. Cəmaata isə bizi söydürür. Budur bir cüt müştəri bura gəlir. Ay Allah, bunlar hardan girdilər içəri? Qarış, mən də çıxdım aradan Ömrüm boyu bir arzum olup İmportlaşmanı alım. Ne geçer, mamuç gibi güzel. Şükürler olsun, bugün arzuma çatacağım. Hələ bir qiymətini öyrənib, sonra sevinərsən də. Ay, kıymetini çoktan öğrenmişim. Bilmirsən ki ya, her kvartalın axırı şivanerlerin kıymeti 80% aşağı düşür. Sərf edir. Qapıda deyirlər bu gün satış olmayacaq. Dəxli yoxdur. Bugün şivaner almasam buradan heç yana gedən deyilər. Necə yəni buradan heç yana gedən deyirəm. Adam balası kimi qapıya elan yazıb vurublar ki, satış sabah olacaq. Dəxli yoxdur. Mal gəlir, satılmalıdır. Ayar. Qayda qanun var. Ayar var. Da. Ana dildə yazıb vurublar ya, satış sabah olacaq. Hamısı bu budur. Ay yedir. Da. Elanı ona görə vururlar ki, müştərilər oxuyub dağılışsınlar. Da. Bunlar da ucuzlaşdırılmış şivanerləri əlatdan yerbəyer eləsinlər. Da. Da sabah yazıq millət gəlib görəcək ki, oba köçüb yurdu qalıb. Da. Nə elan var, nə də
daha nətər eləyək? Ah, bırak sumkanı. Bugün şifaner almazsan buradan hiç yana giden değilim. Xoşluqla getməsən başqa formada deyəcəklər ki, vətəndaşlar baylar. Bırak sumkanı. Onu da fikirləşmişəm. Gireceğim bu şifanerin içine. Səhərəcən dayanacağım oradan. Bırak sumkanı. Yekə arvadsan, çaşmısan? Yekarbat özürsən. Kulak as. Sabah mağazı açılan kimi çıkacağım şifanerden. Növbədə olacağım birinci. Ay arvad, sənin başın xarab olub be. Hələ indi bilirsən. Ay. Ay arvad, gəl gedək evə, sabah gələrik də qurban olsun ay arvad. Yetim. Da. Uzatma. Məndən də nigarın qalma. Uşaqlar soruşsa, deyərsən mamanız şivanerde qalır. Sən 21 saat şifanyerdə qalacaqsan? 21. Əllara gündür. 21 açqa. Mənə düşür. Yox, mən heç vaxt belə axmaq hərəkətlərə razı ola bilmərəm. Yetim. Da. Yetim. O sənin şəxsi işindir da. Mən ev üçün, ailə üçün çalışıram. Yetim. Da. Yetim. 5 ildir şifaner həsrətindəyim. İndi deyirsən, gül kimi fürsəti əldən çıxarım. Yetim, ya şifaner almasan, ürək partlar. 5 il bundan qabaq deyirdin arabski taxt almasam ürəyin partlar. Aldım ki partlamasın. Çox sonradan xətribə Finski soyducu düşdü. Dedin almasam ölərəm. Borc xərc elədim ki ölməyəsən. Ay kişilər, lap sonradan bunun xətribə Ficcalan çaylık düşdü. Onu da aldırdım. İndi o çaylık ipti məni gic qoyun eləyib. Ev dönüb bağzala. Səhərdən axşamacan fitdir özü üçün. Yetim. Oy, can, yetim. Can, yetim. Amma fit verən çaylıkin çaylığı ləzzətli içirsən. Fil soyçusundan çıxan doğanı yiyəndə o haydi yiyirsən. Ərəb taxtında yatanda yoxuşur. Ay, getirir. Da. Səni ağ günə çıxarım. Rahat ev işi pişir. Rahat ev işi kişisi eləmişəm də. Dost baxıb sevinir. Hasarın ay üzündəki qapı qonşu yanıb tökülür. Ay arvad. Bilmədin qədrimi? Arvad. Səs-səvət qutardı. Sən evə, mən şifanerə. Arvad. Ay arvad. Arvad, ay arvad. Ay arvad, çıx bayram, qurban olum sana. Ay arvad. Ay arvad. Ay arvad. Arvad. Gedib neçin girdin ora ayar var. Çıx şifanirdən bayra ayar var. Lüzum yoktu dalmadala ay kişi. Çıkmara alındana ay kişi. Bilməkdən ora necə kimsən. Yoxsa məni basır qara ayar var. Sen de o işlanirsiz kızıydın. Bak girdin darçmama ay kişi. Çıx oradan çıxıb gedək evimizə. Eyləməmək avara ayar var. Çıx bayra ayar var. Çıx bayra ayar var. Yok çıkmaram ay kişi. Yok çıkmaram ay kişi. Arvad. Hələlik. Sabah saat 10'da səni gözləyəcəm. Gecikmə ha yetimim. 10 tamamda hələlik mi? Hələlik yetim. Arvad. 10 tamamda. Ay arvad. Arvad çıx bayra gedeyim. Ay arvad. Burada neyse xalal mı? Niçin o? Şifanerlərə baxıram. Sen kimsən? Formamı görmürsən ha? Satıcı. Ha, mən də alıcı. Xalal. Gəl. Yaxın gəl. Ha. Gillədirsən. Yox, sən deyiləm. Yox. Xalaqlı, Da. mağaza bağlanıb. İndi təftiş başlanacaq. Kənar adamların içəridə qalması qəti qadağandır. Gedirəm. Amma bir məsələ var ki, gedirəm. Xalaqlı, Da. o şifanerlərə müştəri gözü ilə baxmır. O şifanerlərin üçü də satılıb. Necə yəni satılıb? Sən nə qarşı? Necə yəni Sana nə var, necə satılıb? Satılıb, vəssalam. Sabah sahibi gələcək.
Maşını dal tərəfdən çəkəcək hərəkdə. Şifaneri qoyacaq maşına, aparacaq ev-evinə. Bara biri, bara bax. Bunun sənə üstü soyğu var. Axı bilirsiniz mənim orada. Mən iş adamıyım. Məni boş-boş söhbətə tutma. Bilirəm ürəyinə nə keçir. Sən istəyirsən mənə artıq pul verib 80% ucuzlaşdırılmış şifanerlərdən birini alasan. Amma yadında saxla. Mən afris işlərlə məşğul olmam. Bu sən Oy, incitdi. Yox. mağaza bayram. Mənəm çıx bayram. Sən Allah çıx bayram. Ada bas bayram. Aral içenin kışı bahar olan, çibinde daim tuzlu hıyar olan, içmeyenin yüreği gübar olan. Süz içkinen koydu da zintinanı. Ne bilirsen lezzetini aran. Men içende ruhum çıkar göylere, Vecmede olmayır mincir heybere. Meftun oluram cemi meleklara. Süz içkinen koydu da zintinanı. Ne bilirsen lezzetini aran. Aral bize mirastır dahilerde. Başla içmeye onu sen seherde. Çıksa da meydin meyhanelerde. Süz içkinen koydu da zintinanı. Ne bilirsen lezzetini aran. Süz içkinen koydu da zintinanı. Ne bilirsen lezzetini aran. Lezzetini ararım, lezzetini ararım, ararım. Hayatımla! Yenə içirsən, hə? Özü də iş vaxtı. Bəxtindən müdür cənabları bu tərəfə gəlir. Səni bu halda görsə vayundur. Adama nə qədər başa salarlar. Axı biz ticarət işçiləri hər gün cəmaatla təmasda oluruq. Biz gərək özümüzü elə aparaq ki, adımıza nalayiq sözlər deyilməsin. Səni bu halda görən mənim barəmdə nə fikirləşər, hə? Heç olmasa məndən ibrət götürgülər. Nuş. Heç görmüsən ki, mən bircə dəfə də olsun ictimai əxlaqa zidd olan bir iş görürüm, hə? Sən paç peyğəmbər övladsan. Sən elə bilirsən ətəndə namaz qılmaq olar. Ada sən. Adam qoyu başqa! İçib keyflənib millətin adını batırma. Nə edirsən elə? Müdürün gözünə görsənmə. Heç olmasa məndən ibrət götürcünər. Gedirəm, işim çoxdur, qardeşim, sən öpürəm səni. Xiyarımı da yedi. Ay millət, mənə nəsiyyət edəyənə baxın. Deyir, müdürün gözünə görsənmə. Mən buraya müdürün gözünə görsənim. Müdür özü aradan çıxmaq istəyir. Mən
Mən də birə-birini girərəm bu şifanənin içinə. Müdür gedəndən sonra çıxaram bayra. Xiyarım da yeyim. Birdən təftiş vaxtı şifaneri açıb arvadımı içəridə görsələr, ya müştəri bu gecə ilə gəlib şifaneri aparsa, içindən də arvadım çıxsa, ay Allah! Əcəb işə düşdük. Yox, mən halal arvadımı gecə səhərəcə şifanerdə tək qoya bilmərəm. Hansına girmişdi? Bu yox. Həba buna girmişdi. Arvad! Arvad! Ay arvad! Sen kimsen? Adam tanımadın, ağadı, satıcı. Anı mənim arvadım. Ada idiot, mən nə bilim hanısı arvadım. Arvadın yeri məndən nə soruşursan. Axı mənim arvadım bura girmişdi. Bura girmiş. Ha. Əlimdəki nədir? Kotlet bir de panta. Ver bura. Arvada getirmişim. Gel gir sen. Arvad! Gir. Arvad! Arvad! Cenab müdür! Müdür cenabları! Ama ben burada Cevap müdür! Yok ama ben gelmişim Yarmurka'ya. Yine ben burada yokum. Cemaat buna asır be ya! Müdür cenabları! Bir yumru dostum var milletvekili. Ha gelmişti. Deyir o təzə gələn importlu şifanerlərdən bir cüt qoysun qırağa, sabah gələcəm. Ay sen öyle sen. İştahıya bak he. Ana cemaat birini ala bilmir bu ikisini isteyir. Öyle bir dedemin meyve fabrikası. Ha, vallahi müdür cənabları, bu kabinet sistemi yenə bərpa olundu da, əlində bir balaca vəzifəsi olan kabinet işçilər lap ağ eləyiblər. Başım şişi be başım şişi. Kaş heç kvartalın ahırı olmayayım. Kaş bu şifanerler gelmeyeyim. Senin əziz zanıcı, azı 10 adama söz vermişim. Ben almışım. Vallahi billahi bilmirəm ki onların üzünə necə baxacaq, necə. Müdür cənabları, bu millət həyasızdır. Ada müsibət həyasız diye. Bir millət ki dirisi ilə Rusça, Pravilna, örüsü ilə Azərbaycanca danışsın. əhlə məsələ... Sen öləsən bu millətdən nə desən gözləmə. Müdür cənabları, müdür cənabları. Ne oldu? Cemaat oluşub içəri bura gəlir. Gel qabaqlarına. Ana, yox. Ana yox, beni görsələr boğazımda yapışar. Yox, müdür cənabları, yox. İrəli. Yox. İrəli. Yox. Beri Ben neyim? Ana bu yandan da gəlirlər. Mən axı... Gizlənim. Ancaq gizlənmək. Hadi, burada gizlənim. Yo, burada görəcəyim. Axı mən... Aha. Vremenli girərəm bu şifanerə. Ara sakitləşəndə çıxaram bayra. Ağla batan məsləhətdir. Şifanerə. Sen kimsən? Bura ne girmişsən? Bilirsiniz, mən bura təsadüfən girmişdim. Şifanerlərə baxmağa gəlmişdim. Bir də... Bak tesadüfen şifanerə niye girmişsən? Məni alasansan yazımı. Mən bu səsi başa salıram. Mən özüm Bu bilirsiniz. saat çıxmış şifanerdən. Bırak olup gedin buradan. Gedin. Kabul kişi. Yok gitmeyin gelirler. Çekil layımı ben de gireyim. Kişi hara girsən, ayıp hara girsən. Ayıpdır, hə? Şifanerə girmək ayıp işte sen niye girmişsən? Ay kişi, benim evim var, Oğlum mənə dəxil yoxdur, mənim də arvadım var. Müdür cənabları. Cenab müdür. Yoldaş müdür. Herif çıktı ya aradan. Xəlvətxanadır. Ay kız. Nədir oğlan? Damı birbirimize Gönül verdik 10 ileride Buzlardan eşkimize Çelen kördük 10 ileride Yadımdadır Mest eyleyip kan kaynadım O çılgın, o heyecan İndiyeten kanımdadır O biletler Ne oldu, neler Yadımda mı, ben eyledim O biletler Neler oldu, neler Yadında mı ben neyledim Yadında mı, ben neyledim
Sərxoşam ilk öpüşündən sənin canan birdən Yetirməz bir daha ay qız bizi devran bir də Yadımdamı mən inlədim Yadındamı mən inlədim Bu qədər gəlib şəhri huş qala sübhə kimi Ayrılanda söyləyək yamandı hicran bir də Nələr oldu, nələr Nələr oldu, nələr oldu, nələr oldu, nələr oldu, Ay kız. Nədir oğlan? Sənə mənim canım qurban. Elə şirin danışmağın var. Gəlib getmirsən. Allah'ın zəngin eləmirsən. Xəbərin yoxdur. Bu qız ölür, ya qalır. Unudursan ki, mən qadınım. Ürəyim patlayır. Bəlkə unutmursan məni. Əgər elədirsə bir dəfə yaxşıdır. Qurtaraq. Sənki səndə, mənki məndə. Adıma belə zülüm eləməz axı. Ay gözlərimin işığı, mənim sənsiz bir günüm olmasın. Vallah, billah, ürəyim həmişə sənin yanındadır. Oy. Amma neyim, bu zəhrimara qalmış şifanelər mənim başıma o qədər qatıb ki. Sənə qurban olum. Oy, birdən gələn onlara. Hə? Əzizim, Oy, ceyranım, oy, canım ciğerim. oy. İnan ki sənin fikrindən gecələr səhərəcən yerimin içində qovruluram. Qavrulma. Bura. Sırağa gün bir söz eşitmişəm. Ne söz? Sırağa gün ha, bir söz eşitmişəm. Ne söz? Sırağa gün bir söz eşitmişəm. Az qalıb ürəyim partlasın. Ne eşitmişsən? Eşitmişəm, ərə getməyə hazırlaşırsan ha? Vay, hazırlaşırsan yox. Hə. Ərə gedirəm, ərə. Başqa əlacım yoxdur. Əyri oturaq, düz danış. Hə. Sən oğraş, Hə. məni alan deyilsən. İnciməyin, söz gəlişi deyirəm. Hə, nəsə hər şeydən əvvəl qadınam. Qadına elə pis, yaxşı, ən lazımdır. Odur ki, mən rəsmi surətdə ərə getməyi planlaşdırmışam. Namizət tapmısan? Ay, tapıblar. Mədəni, ağırlı, savadlı bir namizət tapır. Yaşımız uyğun gəlməsə də, elmlər namizət olması nəslimize yaraşır. Bibim deyir ki, cahla gedən yumruq yer, ahla gedən quyruq. Sən də inanırsan ki, o namizət bu bahasılıqda sənə quyruq yedirəcək. Vay, əlbəttə. Şokolad. Şokolad sənin dodağından öpür. Day sen gibi iyi boy tadı vermeyecek ki. Ürəyimə dağ çəkdin gözəlim. Axı bizim aramızda eşq, məhəbbət var. Ay, eş məhəbbət ayrı, resmər ayrı. Cana, ay cana. Özün yaxşı bilirsən ki, indiki vəziyyətdə səninlə evlənə bilmərəm. İki arvadlıq barəsində milli məclisdə söz-söhbət keçsə də, ortalıqda bir qanun filan yoxdur. Mən də ki, o ifritəni hələlik boşaya bilmərəm. Amma bax, sənin əziz canım and içirəm, aramızda heç bir maddi, mənəvi, cinsi əlaqə yoxdur. Ay, şokolad. Şokolad sənin dodaqlarından... O özü üçün yaşayır, mən də sənin üçün. O elə bilir bir gün peşman olub gəlib onunla barışacağım. Ay barışdım ha. Sən ərə getməyə tələsmə. 10 il dözmüsən, 5-6 ildə döz. Uşaqlar böyüsün, toylarını eləyim, sonra mən sənin qulluğunda hazır. Ədə, özünə ələ salsan ya məni.
Tamam, kökten ömürlerden çüşü salmayı. Cana. İş, Ay Cana. iş. Cana, senin için bir cüt importunu sırğa almışam. Ay. Ha, nerede? Cibimde. Benim azizi, sevgili. Yavaş yavaş. Akşam gelersen giderim ora, hemşeki yere. Benim canım, ciğerim yavaş gıdıklama. Oy. Ne onu? Onu ne var eləyən sənin bucur gözlərindir də. Gələrəm, gedərik ora. Mən səninlə var, cəhənnəmə də gedərəm. Ben seni cehenneme yok, cennete aparacağım. Sən mənim yanımda olanda hər yer mənim üçün cənnətdir. Gecəni qalacağıq cənnətdə. İstesen kalarım. Mama gilə deyərəm, oy, simlərə hazırlaşıram. Rəfiqəm gildə olacaq. Gec qurtarsa qalacaq olar da. İnan Allah. Əlbəttə. Evdə mənə inanırlar. Düzünü de. Toç, sevirsən məni? 3 balamın canı için. Ərə gedəndən sonra da sevəcəksən məni? Laf 7 kere ərə gedib boşansam da yine seveceğim seni. Aristotel deyib, er müəkkətidir, məhəbbətsə daimi. Halal olsun sevgilim. Sən Aristotel əloğlunu da tanırsan. Nəş tanımıram, mələ uşağı deyil, Cana, ay Cana, şər deməsin xeyir gəlməz. Birdən getdin ərə, sonra ərin səni seminara buraxmadı. Onda mən... Ölsün. Ölsün o qadın ki, sevgilisiyle görüşmeye bəhanə tapmayacaq. Cana! Yahu! Birdən mən aldım səni, yenə seminara gedəcəksən. Mənim sevgilim. Yer axtardıq eşqimizə, bir-birimizi sevən gündən. Öpüşlərimiz kişnəyirdi, gah o tindən, gah bu tindən. Söylə əzizim səninlə, mən aralarda qalmadım. Söylə səni ağuşuma, hansı dalanda almadım. Hər ağacın yolun dibi, şahid olub eşqimizə. Söylə quzum biz harada, sarılmadı bir-birimizə. Ya Rəbb bizim eşqimizə, eşqimizə bir kuma ver. Ya Rəbb bizim eşqimizə, eşqimizə bir kuma ver. Eşqimizə bir kuma ver. Düzünü de. Toçunu sevirsən məni? 3 balamın canı için. Balası, bilirəm ki, mağaza bağlıdır. İcazə ver, o təzə çıxan şanellərə baxıb gedirəm. Odur. Mənə xeyr, Aman Allah. silahlıya. Onun sesidir. Ay kız, ne oldu sana? Oldu. Onun sesidir. Benim namzedimin. Oy aman Allah buraya gelmek isteyeyim. Oy o beni burada seninle bir yerde görse. Ay kız, biz burada ne yeniriz ki? Sen alıcısan, ben de satıcı. Cümle bura menzun adam gelir. Yok. O beni başka cür tanıyor. Kısati. Özde çok kıskançtı. Oy. Beni uşağdan bir yerde görse. Aman Allah görmemelidir. Oy. Buraya gelir. Buraya gelir. Zalim oğlu zalim, təşkildə düz bura gəlir. Mən girdim
Gel sen gir şifaneler sonra çıkarsın. Gel. Ağlatan məsləhətdir. O gedən kimi açıq bıraxdı məni. Baş üstə tez. Bax, yatıb çıxarma ya. Yox. Miau! Ham! İlahi mən bu yaşında inanmırdım ben dolara. Kanat çalıp kartal kimi göylere bulənd olara. İlahi mən bu yaşında inanmırdım ben dolara. Kanat çalıp kartal kimi göylere bulənd olara. Ne şirinmiş ilk məhəbbət, tattım ömrüm oldu şərbət. Yavraqdı sən mənə qeyrət, yarıma peyvənd olara. Ne şirinmiş ilk məhəbbət, tattım ömrüm oldu şərbət. Yavraqdı sən mənə qeyrət, yarıma peyvənd olaram. Sıyrılmışam kılınç kimi, gözüm görmür heç kimi. Gəlin könlümün hakimi, eşqimdə həfənd olaram. Sıyrılmışam kılınç kimi, gözüm görmür heç kimi. Gəlin könlümün hakimi, eşqimdə həfənd olaram. Əğyar yolumu kəsməsə, canımdan çıxsa vəsvəsə. Əgər dizlərim əsləsə, yataqda cömərd olaram. Eğer yolunu kesmezse, canından çıksa vesvese. Eğer dizleri esmezse, yamanda cömert olacağım. Əğyar yolumu kəsməsə, canımdan çıxsa vəsvəsə. Əgər dizlərim əsməsə, yataqda cömərd olaram. Eğer yolunu kesmezse, canından çıksa vesvese. Eğer dizleri esmezse, yamanda cömert olacağım. Yataqda cömərd olaram. Əla şifanellərdir. Əsl mən istəyən özü də 80% ucuzlaşdırılmış. Halal olsun, halal firmasının rəhbərliyinə. Adaxlım, naxlıyarım, sevdiciyim, bu şifaneri mənim evimdə görsə, yəqin sevəcək. Mənim zövqümə əhsən deyəcək. Ay Allah! Açanlarına baxçına, ay Allah! Har parıldayır. Kişilər qayıra bilirlər. Bu şifanellərin aynası deyəsən içəridə olur. Vaxt varkən baxın, hələ gələn zad yoxdur. Məşədi vaxt demişkən, baxın görüm, pul verib aldığım malı necə maldır.
Halası! Sen burada ne inirsen? Salam mənim namizədim. Mənəm də niyə təəccüblənirsən? Halası! Sen burada ne inirsen? Geçirdim buradan. İçeri girdim görüm. İmpırtlı mebel gelip yağıyor. Mamam deyir ki, Ceysemin de impırtlı şifanyer olmalıdır. Mama ne? Mamamız çok düzgün diyeyim, mamamız. Ama mesele ondadır ki sen mebel mağazasına yok. Mağazanın içindeki şifanerin içine girmişsin. Neye göre? Neye göre? İçeri niye girmişim? Aha. İstirdim bakım görüm. Çölü güzel olduğu gibi içerisi de güzel değil mi? tutar ki menciyesi, sen ciyez diyen bu söze inandım. Aferin! Ahi kapı çölden bağlıydık. Onu deyirəm də. Bəli. Deyirəm də. Aha. Mən içeri girəndə Aha. satıcı beni görmədi. Aha. Qapını açanla daldan bağladı. Çıxıb getdi. Olabilir, olabilir. Bir de ki, ben senin bütün sözlerime inanmalıyım. Sen melek kimi bir kızsan, senin asil yerin cennet, cennet. Ne güzel söyledin. Benim namizədim. Mən həmişə cənnətdə olmaq arzusundayım. Ben o cenneti senin için yaratacağım. Mən də həmişə sənə sözün düzünü deyəcəm. Biz ne için bu tür söhbət edirik? Sen şifanerin içinde, ben şifanerin çölünde kenardan bakan adamlar bize ne diyer? Xahiş ederim, çıkın şifanerden, gelin halkın yanına, gelin benim yanıma, balası! Zeribedir, gör Tanrı bizi harda görüştürdü. Ben bu görüşü ömrümün sonuna can unutmayacağım. Sevgililerin şifanerde görüşü. Ne oluyor? Vay vay! Vay!
Ne oldu? Neye iliştin azizim? Neye? Mis bana zehri bana kalsın paltarım çırılacak. Bu paltarın cehenneme tək özünə, bədəninə bir xətər yetişməsin. Bir təhər çıxın şmanirdə. Necə yəni paltar çevirdim? İlişi bakın. Söyle lütfen. Tərbiyəli adamlara xas olmayan naminası sözləri dilinizə gətirmək sizin mənim nəzərimdə kiçildə bilər. Bir dəqiqə səbr edin, mən bu dəqiqə sizi o mıxtar xilas edeyim. Göstərin mənə görüm, hara ilişi paltarı? Bak bu ilişi. Uzaq məsafədən ora kömək əli uzatmaq çox çətindir. İcazə versəniz, gəlib girərəm şifadə. Şimdi icazə bazıldı, biraz tələb. Mağaza çilənə gələn olan. Ayıp deyil, bunu da bir söz eləyək. Tələsən, təndirə düşər deyiblər. Göstər mənə o mıxı. Çox pis ilişmisən. Ya. Siz gərək o şifanerə girməmişdən əvvəl mıx barəsində düşünəydiniz. Mıxa ilişmək çox xoşa gəlməzmişdi. Həqiqətən paltarınız cırıla bilər. Şimdi biraz tələsməyəm, mağaza çilənə gələn olan ayıpdır. Sənin o şifanerin içində nə işin vardı, mən başa düşə bilmirəm. Ay uzun duram. Sənə dedim axı mağaza bağlıdır. Bak Zeyn gəlinlə tez gəlin yana qapını örtüb sonra çıxarım. Mən sənə tabiyəm, ey mənim gözəlim. Gəl. Ömrüm boyu sənin sözündən çıxmayacağım. Şifanerdə də, evdə də. Gəl də. Bərabər bir yastığa baş koyduğumuz zamanlarda hərdən bir evdə girər iş verir. Gençlik günlərimizi yanımızda sağlar. Gedin. Buyurun hanım bacı. Gel içeri hanım bacı. Buyurun. Bilmirəm bu gün kimin üzünə çıxmışıq. Səhərdən bəri bütün işlərimiz tərs gətirir. Aləm də qarışıb biri-birinə. Buyurun hanım bacı. Adamın müdür cənablarına yazığı gəlir. Cəmaat az qalıb qapını sındırsın. Buyurun xanım bacı. Səhərdən başı o qədər qarışıqdır ki, bir istəkan çay da içməyib. Bacı! Heç evde de çay içmeyip gitti. Dedi kvartalın axırıdır. İşimiz çoxdur. Dayan! İndi ərim harda ola bilər? Maşını həyətdədir. Yəqin müştərilərin qorxusundan hardasa gizlənir. Vallah yazığım ben ona. Bu mağazanın müdür təyin olunan gündən onun üzünə həsrət. Səhər işlərdən, axşam saat 11-də, 12-də qayıdır. Ay Allah! Səhərdən bəri bütün işlərimiz tərs gətirir də. Gündüz mağazada, akşamlar iclaslarda. Ehtimala gelir. Oturacak. Başla hanım. Buyurun hanım bacı, eyleşin. Vallahi sen de benim iten kardeşim. Hanım bacı. Vallahi ürəyimə qara fikirlər gəlir. Hanım bacı. Deyirəm bəlkə qıraqda liv adamı zadı var. Artistlərin qaydasıdır. Biraz ki kullandılar, özləri sizi məşuqə axtarırlar. Hanım bacı, siz ne danışırsınız? Necə ürəyiniz gəlir ki, o cürə sözləri dilinizə gətirirsiniz? Bizim müdür cənabları qızıl kimi insandır. Biz onun kimi pak, abırlı, həyalı bir adama rast gəlməmişik. Bacı, siz de benim bacım. Bacı, gələk siz qoyarsınız onu ortalığa. Fırlarasınız başına. O bizi de elə tərbiyə edib ki, bir arvad xaylağına gözümüzün ucu ilə də baxmayaq. O sizin gözünüz hele gözünüz. Sarış məndən. Onun barəsində elə faktlar deyim ki, mənim canımın içmə tutub kişi qızı kimi oturmuşam onda. Nəysə, indi mən halalcı ərimi harda axtarmalıyam? Maşın həyətdə, kabinet bağlı, salonda da yox. Mən yazığın ürəyinə qara fikirlər gəlməsin, nəyinəsin axı?
Mən aşıqıb eşiyə, sal elinin pişiyə, bir qurtum su da verməm, iman yoxdur kişiyə. Mən aşıqıb eşiyə, sal elinin pişiyə, bir qurtum su da verməm, iman yoxdur kişiyə. Əzizim bu ağıdır, sinəmdə yar dağıdır, kişilərin hamısı bir bezin qırağıdır. Əzizim bu ağıdır, sinəmdə yar dağıdır, kişilərin hamısı bir bezin qırağıdır. Əzizim çopur qaya, kimsə gəlməz haraya, lap çoxdan boşanardım, edirəm ağır həya. Əzizim çopur qaya, kimsə gəlməz haraya, lap çoxdan boşanardım, edirəm ağır həya. Əzizim vermədi gün, yar mənə vermədi gün, kişilərin hamısı birdən olsun tümbətün. Əzizim vermədi gün, yar mənə vermədi gün, kişilərin hamısı birdən olsun tümbətün. İndi mən halalcıyım, harda axtarmalıyam? Maşın həyətdə, kabinet bağlı, salonda da yox. Mən yazdığım ürəyinə qara fikirlər gəlməsin, neynəsin axı? Bacı, mən heç inana bilmirəm ki, sizin kimi yüksək mədəniyyətli bir qadın özünün pak, müqəddəs əri barəsində belə sözlər danışır. Pak! Müqəddəs! Mənim bir rəfiqəm var, biz yakın biridir. O deyir, kişilər axmaq olurlar. Onların sözlərinə inananlarsa, onlardan da axmaq olur. Nəysə, oy, əcəb şifanerlərdir. Elə bu şifanerlərin zibirinə düşmüşsünüz də, Rumun sıkıdır. Rumıniya, Çavşevski, Buxarest, Siriya, Dubay, restoran, lüks nömrə, striptiz, göbək rəqsi, işte olmuşam orada, işte olmuşam orada. Kişilər bacarırlar da, hər işi bizimkilərdən yaxşı bacarırlar. Yoxsa noyanlıq, nə də bu yanlıq? Əla şifanerlərdir, hərəsi bir evin bəzəyi, özü də 80% ucuzlaşdırılmış. Sən də mənim qardeşim. Evdə bir şifanerlə keçinmək olmur. Görüşdürdü olsun. Yəqin güftüsü şərdəndir, hə? Lay 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 lay. Xanım bacı! Vallahi heç baxmamışam, 2 saat bundan əvvəl gətirirlər. Yəqin ki, içərdə olarlar. Aç baxın. Xoşuma gəlsə, birini aparacam evə. Baş üstə! Şifanerlərin hamısı buradandır sizlər. Hansı yaşlı aç baxın? Bu ən yaxşı vaxt budur. Gəlin bıraxalım. Vay, yaman istedi. Keşif! Bəli, qadan alım, nə olub bəy? Şifanerin içində ne yiyirsən? Gizləmişəm. Yanındakı bu! Güvənəsən kimdir? Sənin əziz candan olsun ki, mən bura təsadüfən girmişəm. Bu qadını da birinci dəfədir ki, görürəm. Elə bəyim xanım özü də təsadüfən girib bura. Maşallah! Tesadüfen adını da bilirsən ki. Adımı mən ona təsadüfən demişəm. Mənim aramdırmır. Adını sən demişsən, ya soruşub. Elə bu vaxtın özü bəsdir ki, günün günorta çağı, iki namərhəm
şifanede. Maşallah. Sənin əziz canın üçün. Ez canın için. Emri verdim. Hanım bacı. Geceler eve gelende. bacı. Nereden çıkmış olursan. bacı. Geceler hansı müşavirelerde olursan. Ay Allah, and olsun ki. And içme. İndi bildim. Gündüzler bu şifanelerin içinde ne okkalar çağırmışsan. Hansı müşavirelerde olursan. Ay Allah, nə müşavirə, nə haqqa, nə şifaner. Mən yazın ömrümdə birinci dəfədir ki şifanerə girmişəm. Özü də yarım saat bundan qabaq. İş xatirinə, eşk izninizə girmişəm də. İş hatırına. Hə. Özde gizlice girmişsen. Sən nahaq yerə əsəbləşirsən. Bu qadın məndən qabaq giribmiş bura. Ba, o kişi öz vicdanı ilə təsdiq eləyər ki, mən səhərdən bəri kabinetimdə oturub işləyirdim. Kişi də, yox. Kişilerde vicdan var. Bir. İkincisi, senin bu vicdanlı işçin bayağıdan seni bana tarif ediyordu. Gördün mü izliyordum? Bu da senin pak, terbiyeli, müqəddəs uy. Öz gözünle gördüm. Ben olanlı deyirdim be. Əsl ticarətçisiz. Hakkına çelirsiniz bir. Ay canım. Dolma toxunma. Eşik sakin. Burada nə var Hakkıvat eləsini? Bu şifanerlər cəmi 2 saat bundan qabaq bazadan gətirilib bura. Bəyim xanım da, yox qarşıda məni zibilə salan bu qadın da, daha doğrusu tanımadığım bu qadın da məndən qabaq giribmiş şifanerə ki, gecəni səhərdən qalsın. Seni bir yağmur olsan neyse ki oldu? Vallahi Mətər qalmışam. Səhərəkən arvadla bir yerde kalacak. Yox. Mətər qalmışam eyvallah. Bu alıcının şifanerin içində nə işi var axı? İcazə verin, mən düzünü deyim də. Ay Cemal! Şifanelden çıkan sözün gözünü diyecek. Alacak boynuna. Heç bilirsiniz, mən şifanərə nəyə görə girmişdim? Bilinç. Uşaq deyil ki. Narraqlar. Bilinç. Ne gerek eləmişsən al boynuna el çekim senden. Ama cemaattan ayıptır. Bazı şeyleri sörtüdür. Adını Bəli xanım bacı. oturacağım. Baş üstə. Oraya. Bura. Buyurun xanım. Deməli, Da. əvvəlcə sən girmişdin şifanəyə ki. Gecə səhərəkən. Özün də bu səhərəkən. Mən səhərəcən şifanərdə qalacağım. Səhərəkən ki. Allah qüvvətli etsin. Gecə səhərəkən. Bəli, mən səhərəcən şifanərdə qalacaqdım ki, sabah mağaza açılan kimi şifanərdən çıxıb, növbədə birinci mən olum. Vallahi billah düz deyir. Əşi mənim bu qadınla heç bir tanışdığım yoxdur. Yoxdur da tanımam. Aytinoviç düz deyir. Əvvəllər bizim heç bir tanışdığımız olmuyor. Adı? Əli Paşa. Ha. Atın o Qozbel adının adını bilir ki. Bəs adını, atasının adını hardan bilirsən? Tanış olanda özünüz də mənə. Xanım bacı. Senin yerin yansın Ali Paşa. Karanlık ışmalerde gitse burada adresimizi veren dilin olsun Ali Paşa. Ne olar deyəndə, ikimiz də təsadüfən eyni şifanərə düşmüşdük. Tanış olmalıydıq ya yox, mədəni surətdə tanış olduq. O da adını dedi, mən də. Sen de benim kardeşim. Dünyanın altından da haberim var. Üstünden de. Ne form bir telefon görmüşüm. Ne tür fazla əhvalat desem eşitmişim. Ama belələrdə
hamamda. Hamamda? Eşitməmsən. Yok. Eşitmişəm. Çal dibində. Eşitmişəm. Paradlıda. Eşitmişəm. Dik piyazda. Hanım. Eşitmişəm. Maşında. Eşitmişəm. Amma şair içində. Eşitməmişdim. Davlasan zamanı. Evli kişi. Yaxşı. Vəzifə sahibi. Ovçular cəmiyyətinin fəxri üzvü. 5 qarın uşaq atası. Şifalərə girib gecə səhərəcə. Səni belə ciyərin parçalasın. Əli paşa. Smaşı, siz nə ixtiyarla bu cür nalayıq sözlər danışırsınız? Mən evli qadınam, mənim gül kimi əlim var. Mən əlimin bir tükünü 100 belə kişiyə dəyişməyəm, gör! Bax! Özü çağırdı ya! Sənin əlinin boynu belə yerrə! Bax! Özü çağırdı ya! Sənin əlinin boynu yerə sokun ki, arvadını sana belə qaranlıq süslanır, gələ! Olmaz. Biz axı mədəni adamlarıq. Bilgəyə bu günə salam! Mədəniyyət deyil! Ay arvad kişinin belə sındırdın, harada otursa qalmayaq. Əvvəlcə tanış olun. Əvvəlcə tanış olun, sonra danışarıq da. Xanım mənim həyat yoldaşımdır. Ürək sirdaşımdır. Xanım dünyada yeganə qadındır ki, mən ürəyimi ona vermişəm. Ay arvad, sən nə danışılan gəmrə görürüm. Mən... Mən onun saçlarının bircə tükünü yerisini bütün gözəllərini dəyişmərəm. Mən bu sözləri siz ürəkdən deyirəm. Siz lapçım televizora, siz suverən Azərbaycana itirim verin. Bu isə mənim təsadüfən şifaner tanışım. Bəyim xanımdır. Dediyinə görə yaxşı əri var. Tanış olun. Əli paşa! Qolu sıxır sana. Tanış olun. Tanış olun. Sən mənim canım tanış. Tanış olun. Ay Allah, biabır eləmə cəmaat baxın. Qurban olarım sənə. Tanış olun. Tanış olun. Bəyim. Bəyim. Tanış olun. Niyə də düşdün, niyə? Sən mənə. Yox, Yaxşı lan. Səni. Yaxşı, çox sağ ol. Tanış olun. Tanış olun. Tanış olun. Tanış olun. Tanış olun! Beyim xanım. Xanım! Zarganska xanım. Zargan! Kəndiniz nədir? Gəl evə. Ay! Zəhrimara qalıydı bu şifanerləri. Gör nə qədər adamın qarnını qaraqdı. Ay! Ay arvad. Vallahi billahi mən yazıq müştərilərin əlindən qaçıb gizləndim şifanerdən. Neyiniyim, şərə düşdüm. Məndə günah yoxdur. Vallahi yoxdur məndə günah. Mən neyiniyim? Deyil. Yoxdur məndə günah. Ay qız. Deyil. Şifanerin içiniz girdi. Yerini rahat görürsən. Çıx şifanerdən. Valla, gəlin məni bağışlayasınız. Səbəbkar 80% ucuzlaşdırılmış şifaner almaq həvəsidir. Bəs indi bəyim xanım nətər eləsin ki, sabah mağaza açılan kimi növbədə birinci olsun. Səhər tezdən gəlib kəstirin mağazanın qapısını. Ay, Bəli. qapıları.
Amma düzünə qalsa bunun heç bir əhəmiyyəti olmayacaq. Çünki ucuzlaşdırılmış şifanerlərin hamısının müştərisi qabaqcadan müəyyən olunub, bəli. Hətta onlardan bəli. Bax, buna deyərlər biabırçılıq. Hələ satış başlamayıb, müştərilər bəlkidir. Bəs gözü yolda qalanlar nə eləsin, hə? Sizin hamınız fırıldaqçısınız. Bu saat şikayətə geçeceğim, mağazan müdürü çağırın bura. Əzizim məni çağırıb bir dəqiqə üzr istəyirəm. Bəli, eşidirəm sizi. Mağazanın müdürü mənəm. Mağazan müdürü sizsiniz? Bəli. Arvadınız demişkən, maşallah. Biz yarım saat qaranlıq evdə bir aləm söhbət eləmişik. Nəyəcə müdür olduğunuzu deməmisiniz? Özgə vaxt kişilər salam verdikdən sonra vəzifələrini gözdə soxurlar, hə? Canın çıxsın, sənələr çıl oldu. Bu saat gedəcəm prezident aparatına şikayətə. Nə gör eşitmişəmsə ya, hamısını danışacağım. Açacağım sandığı, tökəcəm pambığı. Sizin hamınız fırıldaqçısınız. Sizin iş eləməsəm ha! Atamın qızı da öyle. Vətəndaş, xahiş edirəm təhqirə keçməyəsiniz. Biraz abırlı danışın. Unutmayın ki, mən vəzifə başındayım. Vəzifə başında olan kişi özgəsinin arvadı ilə iş vaxtı qaranlıq şivanələ girməz. Qulağını. Hələ söz söhbətin çoxunu demir, hə? Sənin ciğərin parçalansın, ey paşa! Ona qarar Didmə bəni! Kim var orada? Kim var orada? Çıpara! Buradaki mənəm. Arvadım. Arvadım. Axı sən kimsən? Şifanerə niyə girmisən? Mən bu arvadın əriyəm. Yoldaş, ərdəyiniz görək şifanerdə nə inirdiniz? Biz bura təsadüfən gəlmişdik. Gəlmişdik şifanerlərə baş çəkməyə. Bizim arvad mənim sözümə qulaq asmayıb. Girdi şifanerə ki, növbədə birinci olsun. Xanımı da beləli. Gördün? Mən də əsəbləşib getdim evə. Sonra fikirləşdim ki, yox. Arvadım. Yeganə. Arvadım. Sonra fikirləşdim ki, yox. Bu heç kişilikdən deyil ki. Halal arvadını gecə səhərcə şifanerdə açsız tək qoyasan. Odur ki, evdən 2 katli, latopdan da bir şey fanta aldım. Gəldim arvadı baş çəkməyə. Təsadüfən. Şifanerləri çaş saldım. Oradaki kişi darttı beni içeri. Hayırleştim, çıkmağı koymadı. Katletli neydi? Fantamı değişti. Ha, nə kişi? Hansı kişi bu, nə kişi var? Elbette var. Ben boylarla yalan demirəm ki. Özü de içkilidir. Elinde de balaca bıçağı var. Dedi sesimi çıkartsan tike doğrarım seni. Ben de korktum ki doğru yer. Arvadım. Arvadım. Kim var orada? Kim var orada? Çık bayrağı! Çık bayrağı yoksa sen! Sen benim için yoldaşıydı. Geç bağışlasın. Pif! Bura mağaza deyil, dəlixanadır, dəlixana. Oha! Yoldaş satıcı de görüm ona niye girmişsin? Müdürcan Allah sözün dizi bir bağda gizlenmişti. Ben de buranda başım bir bağda bulanır. Gördüm ki gelsin. Sen yoldaş. Alametine girdim şifaneye. Var, küçük var. İndi zaten beni koy uzanım yat. Gel evde ya! Ama unutma ki işi vakti işleyicisin. Sabah seni 47. maddeyle işten kovacağım. Hoş geldin. Şimdi de bu başladı. Telefonu. İşten kovacaksan. Ne günahım var işten kovursan. Kuzu kimin? Kilmiş yokmuşam şifanerde. Bir kimsəni sövməmişəm. Müştərilərdən artıq pul almamışam. 2 katlet bir pantadan ötürü at boyda ticaret işsin olmaz. En azı kanlı pozmak. Sen uy. Ara! At bırak! Bastı! Müdür cənabları yatdı! Dırak!
Hayır, gel sonra danışalım. Ya hele indi Süzen sağlığı da gülledek. Sen burada, kardeşim burada. Kardeşime arvatlar da şahit. Əsəblərimlə oynama, rədd ol, çık gedəmə! Getməyinə gedərəm, amma sülh yoluna. Rəhbərliyə qarşı müxalifətdənsə sülh yaxşıdır. Amma sən bu bazıların canı, o 47-ci saçanı soxma ortalığa. Bir şey düşməz olar, mən getdim xuda. Araq içənin qışı bahar olar, dibində daim tuzlu xiyar. Siz də dağılışın, mağazada təftiş başladı. Təftiş! Ayar var, gəl biz də gedək evə. Dayan görmək. Qardaşım səndən kömək elə. Müdürcən adları. Bağışlayın adımız da yadımdan çıxdı. Əli Paşa Adiloviç. Ah da, Əli Paşa Adiloviç. Bəli. Əgər düşman evlərin birinin çəkinməyə verməsən, buradan heç yana gedən deyil. Ayar var. Səndən dışıma yetdi. Əli Paşa. Bunları İsrail Cahan eləməsəm, ürəyim partlar. Qarbat. Sabahacan sizə möhlət verirəm. Bir də fikirləşin. Səhər tezdən gələcəm. Yaxşı fikirləşin. Arbat. Gedib fikirləşin. Bir də gələcəm səhər tezdən. Səhər gələcəm. Birinci nə olmalıyam? Abi haraya? Eli eri oğlunuz yediğiniz haramdır. Sizin kimileriniz etmeli bir yabı. Doğru deyir arvad, sabah tezdən fəryad, göllərə ucalacaq, sıfır diket olacaq. Sizin bu mağazada hamı şifaner deyib, üz gözünüzə söyür, sizə divan tutacaq, sizə divan tutacaq. Vallah ayıptı bacı, vallah ayıptı kardeş. Kesen seni fırıldan ayıp sesin cin olsun. Bizi başka kişiyle şifanerlerde hele burcudan görmeyirler. Kesen seni ailecek onu özüm bilərəm. Bir de ki erim bile. Səni kasam lap oldu, indiki belə oldu. Hara istəsəz gedin, nə bilirsiniz edin. Səbir kəsəm lap oldu, indiki belə oldu. Hara istəsəz gedin, nə bilirsiniz edin. Nə bilirsiniz edin. Sabahacan size möhlət verirəm. Bir de fikirləşin. Səhər tezdən gələcəm. Paydım bana bu. Простите, пожалуйста. Простите. Ola gel kullanmamız alın da ha. Şimdi Paşa. Bu benim hanımdır nədir, doğrudan da bizi biraz almaq istəyir. Düzdürsünüz müdür cənabları. Ayrı əlac yoxdur. Gələn nə xəri olsun, o 80% ucuzlaşdırılmış şifanelərdən birinin çəkini verək buna. Sənə nəziz canımız. Düz yarım saat oyla şifanədə qaldığım vaxt məlum oldu ki, hansı yuvanın quşuymuş bu. Sən də adaşın qızı deyilsən ha. Mən indi bildim. Gündüzlər düşmaniylərin içində nə hoqqalar çıxardım. Yaxşı da, işim gücüm tökülüb qalır. Gəl gedək. Siz Allah, mənim günümə güzarlarıma baxın. Yeri, mən də gəlim dalınca. Allah'a, yaxşı qutardım. İndi mən cananımı şifanerdən çıxardıb doyunca məzələnə bilərəm. Salam. Hər vaxtınız xeyir olsun.
olsun. Xahiş edirəm, əqlinizə heç bir anti-əxlaqi fikir gətirməyəsiniz. Bu qız mənim nişanlımdır. Bir həftədən sonra nəhayət mənim də toyum olacaq. Özü də kiçik toy. Çünki bu bahaçılıqda dəbdəbə ilə toy eləmək mənə yaraşmaz. Mən axı ziyalıyam. 5 aydır maaşımızı almamışım. Nasıl yarım? Çəkmələrimiz zəhmət olun, vergi ilə orada çəkmələrimiz. Bilirsiniz, bəylik çəkmələrim ayaqlarımı biraz sıxır, onu geri rəstəşkiyə verin. Rəstəşkiyə. Buyur, sevdici. Teşekkür edirəm, nazlı yarım. Dayı, Bəli, sənin bu dediklərin mənə dəxli yoxdur. De görüm kimsən, nəçisən, sənətin nədir? Bu şifanerə girməkdən məqsədin nədir? Tesadüfən, necə deyərlər, случайный. Deməli, məndən qabaq nişanlım girmiş ora şifanerə, amma orada ilişibmiş mıxa, başa düşüldü. Nazlı yarım. Bəli. Xahiş edirəm, ömür boyu çəkmələrimi geymək üçün istifadə elədiyim rajokumu pencəyimin sağ qoltuq cibindən bəri gətirdim. Oy. Xahiş edirəm, xahiş edirəm. Balası, mənə Bəli, bax, bəli. deməli sevgilim girinmiş şifanerə, orada ilişibmiş mıxa, başa düşüldü. Sevgilim. Bəli. Sağ koltuk cibində yoxdur. Sağ koltuq cibində yoxdur. Onda sol koltuq cibinə müraciət edəcəm, nə olar? Deməli, bəlkə oradadır. Hə, deməli, ilişibmiş mıxa. Mən onu mıxdan xilas eləmək üçün, mən də gəldim. Teşekkür ederim. Sevdici. Teşekkür ederim. Mən onu mıxdan xilas eləmək üçün, mən də gəldim, girdim şübhələrə. Sonra gördüm salona cürbəcür adamlar gəlir. Necə deyərlər, özümüzü necə deyərlər, bir dəqiqədə fikirləşdim mən. Mən fikirləşdim. Düz deyil, biz birlikdə fikirləşdik. Fikirləşdik ki, bizim ikimizi qaranlıq şübhələrdə görsələr, bizim barımızda nə düşünə bilərlər? Bəli, ona görə də qapını bağlayıb qaldıq qaranlıqda. Amma əqlinizə heç bir fikir gətirməyin. Biz bir-birimizə məhrəmik. Burada heç bir günah yoxdur. Ərzələrimiz zaksdadır. Lazım olsa mən sənin üçün arayış da gətirə bilərəm. Bu vaxtadan kim kimə nəsibət eləmir və o arayışla, nə? Başa düşürəm, bu cür hadisələr kənardan baxan adama qəribə görünər. Sevgilim. Nazlı yarım. Nəsə, canıma üşütmələr gəldi. Xahiş edirəm pencəyimi oradan gətirginən. Gətirginən pencəyimi oradan. Toy qabağı birdən o kitayska qripdən zaten. Oy, Allah eləməsin. Balası, Bəli. İnanın, şifanerdə qaldığımız müddətdə aramızda heç bir əxlaqa zid hərəkət olmayıb. Nişanlım billur kimi təmiz qız uşağıdır. Neçə illərdir universitetdə qiyabi təhsil alır. İkiniz oxuma, oxuma, yenə də oxumaqdır. Biz bir-birimizə söz vermişik, toy gecəsinə qədər, necə deyərlər, zifah gecəsinə qədər aramızda heç nə olmamalı. Biz sağlam, milli formalı ailə qurmaq əzmindəyik. Necə deyərlər, o qaçmır, mən qaçmıram. Biz görməmiş deyirik ki. Hayır, görməmiş deyirik. Vəssalam, mən qutardım, vəssalam. Şükür, Bəli. müəllimsən? Hardan bildin balası? Bunu bilməyənə var. Düz 45 dəqiqə söktü. Görürsən, müəllimləri hər yerdə. Dayı, Bəli. deməli bu bazı sənin adaqlındır, hə? Bəli. Bir həftədən sonra o mənim familimi Vay. daşıyacaq. Bir də gözü istəyirəm, sən burada dayanginən. Biz bəy nəsiliyik. Mənim familimdə Mirzə bəy oldu. Çox gözəl, çox gözəl. Bacı, siz bu müəllim dayının dediklərini təsdiqləyirsinizmi? Atlamasıyla biz hətta birbirimizi sevdik. Bərəkallah, afərin. Sevin bir-birinizi. Bəs mənim importlu sırğalarım hara getdi, hə? Elm mənim başımı o qədər qatıb ki, öz şəxsi həyatımla məşğul olmağa çox yox. Biraz gecikmişəm. Amma mənim rəhmətli nənəşkəm deyərdi ki, Lutçi, pozno, o, Temnikovda. Mənə elə gəlir ki, mən vaxtındaymışam, hələ gənc deyil. Canlı sular! Gec niyə olur? İndiki zamanədə kim necə istəyirsə həyatını o cürə qurur. Sən də özünə görə bir kişisən, hə? Özümə görə niyə? Elə ona görə də. Bir həftədən sonra o görəcək. Bir həftədən sonra görəcək.
Bir haftadan sonra görecek. Bir haftadan sonra. O görecek ki. Diye sana artırdım şöyle bayanlar. Bir haftadan sonra o görecek. Ben lisede evdarım. Benim rahmetli neneşkem diyerdi ki, o simyanın ki fundamenti işhanede kuruldu. O simya xoşbəxt olur. Hə, mən də eşitmişəm. Şifanerlər barəsində o qədər anekdotlar var. Amma dayı, bu şifaner sizə qismət olmayacaq. Niye balası? Öyle sözüme gelecek. Çünki bu partiya satılıb. Ne olar? Ne olar? Gelen partiye alarım. Bir de Ay aldın ha. Niye sen düzeldin? Müəllim, Öyle şey. Böyle. mağazadan adi yollarla mal almaq mümkündür. Gərək adamınız olsun. Görün baxım eləyəsiniz. Əla. Belki sen olasan bizim adamız ha? Bir saat burada söhbət edirik. Hayatdan, zamanədən. Tutaq ki oldum sizin adam sonra. Telefon nömrəmizi veririk sizə. Layiqli mal gələn kimi zəng gələrsən bizə başa düşdün. Necə məsləhət? Adamızdan ha. Anla bakalım. Laf istəsən yaxın dost olarıq ha. Laf elə səni toyumuza da dəvət edirəm. Bugün gecdir, sabahdan elə ged-gəl elə bizə. Səni bəli, mən gözəl salat düzəldə bilirəm. Dədə. Akademik ki salat. Bir dəfə yesən ha, dadanacaqsan bizə. Başla. Mənim evim sizin bu mağazanın dalındadır. Adaklımın şekil, insanperver xasiyyəti var. Nasıl yarın? Gel tanış ol, bu da senin kardeşin. Gel görün. Gel tanış ol görün. Ah, nece de güzel insan. Tanış olun. Ağaxan. Can. Bu başqa məsələ. Dostluq olsa, get-gəl olsa, mən də özümə görə təmiz adamam. Sizin meyvəl işinizi düzəldərəm. Gördün? Dil tapdın da gördün. Bəli. Bırak da adaklımın elini. Bu ne kadar saçma. Ama mesele ondadır ki, hələlik benim telefonum işləmir. Benim kaberim yanır. Ama ev yok. Adaklımın telefon nömrəsini verirəm sənə. Sən gələrsən, layiqli mal gələn kimi və sana söhbət eləyərik. Onun telefonu məndə var. Benim nazlı yarımın şahsi ev telefonu senden acıdır! Ben vermişəm. İspanyaya gələndə xəbər eləsin. Sürpriz eləmək istəyirdim də. Хорошо. Benim için sürpriz hazırladı. Yaxşı, telefonu zəng eləyərsən, xəbərdar elərsən. Mənim indi vaxtım azdır, gərək birazdan 2 qoşa saati mühazirəm var, getməliyim. Baş üstə. Xoşbəxtli kişilərlə mənim də aram həmişə saz olub. Zəng eləyib elə bu həftə xəbər verirəm bacıya. Balası! Bəli. Sənin angini gözləyəcəyəm, başa düşdün? Gedək balası. Baş üstə. Zənginizi gözləyəcəyim. Baş üstə. Sabah, Cana, sabah saat 6-da. Gün saat 7-də. Cana! Düzünüzdür. Çok işini sevirsən məni. Üç balamın canı için. Sevgilim. Piyanistçe. Arvad bak, müdürle barıştım. Söhbətimiz sülhlə qutardı. Elə bizim də söz-söhbətimiz sülhlə qutardı. İlisi gün saat 7-də. Hansı söhbət? Başım çatdı. Elə yatmaq istəyirəm ki. Mənim rəhmətlik atam yatağan oldu. Elə babam da yatağan oldu. Rəhmətlik anamsə oturan yerdə yatardı. İnanmırsınız? Mən ölüm düz deyiləm. Mən neyim? Rəhmətlik Lenin baba özü deyib ki, yatmaq, yenə də yatmaq. Bizim millətə də yatmaq sərfilir. Yox, burada gözümə yuxu gəlmir. Odur ki, mən təzədən girəcəyim şifanərə. Yatacağam özüm üçün. Siz elə oturan yerdə yatdınız. Rəhmətlik anam kimi.
Yuxunuz şirin olsun. Lay lay balam alay. Güldük, eğlendik, eyledik zarafat. İndi sağlığa gedin sağ salamat. Güldük, eğlendik, eyledik zarafat. İndi sağlıqla gedin sağ salamat. Bu dünyanın yaxşı yaman özü var. Yer kürəsi heç vaxt durmaz faragat. Karnavaldan siz gedin sağ salamat. Yer kürəsi heç vaxt durmaz faragat. Karnavaldan siz gedin sağ salamat. Yaman günün ömrü daim az olar. Kış dolanar evvel ahır yaz olar. Yaman günün ömrü daim az olar. Kış dolanar evvel ahır yaz olar. Meclislerde zurna davaq saz olar. Her bir evde kurulacak toy büsat. Karnavaldan siz gedin sağ salamat. Her bir evde kurulacak toy büsat. Karnavaldan siz gedin sağ salamat. Kurtaracak ülkemizde kalmadan, abad olacak her oba her mahal. Kurtaracak ülkemizde kalmadan, abad olacak her oba her mahal. Yüzümüze gülecektir istikbal. Karşıdadır güzel günler, hoş hayat. Karnavaldan siz gedin sağ salamat. Karşıdadır güzel günler, hoş hayat. Karnavaldan siz gedin sağ salamat. Beyim hanım buradadır. Bəli, arvadım yanındadır. Həmişə yanımda olsun. Beyim hanım. Eşidirəm sizi. Eh. Əlpaşa Ardiloviç. Bacı, icazə verin bu cəmaatın şahidliyi ilə 80% ucuzlaşdırılmış failin çekini sizə təqdim edeyim, buyurun. Qoy cəmaat gözünü açıb görsün ki, biz ticarət işçiləri həmişə xalqın arzularını yerinə yetiririk. Bəli. Çok mübarek, çok mübarek, Sabah gəlib apara bilərsiniz. çok mübarek, çok mübarek. Qalası, bəs mənim o şüphələrim söz vermişdin, sən söz vermişdin. Sizinkini şəxsən mən özü evə göndərəcəm. Dost qardaş deyil. Maestro, musiki. Bolluk ucuzluq biliri olacaq. Evləriniz naz nemətlə dolacaq. Bolluk ucuzluq biliri olacaq. Evləriniz naz nemətlə dolacaq. Közərib yanacaq sönən hər ocaq. Şirin arzular açacaqdır qanat. Karnavaldan siz gedin sağ salamat. Şirin arzular açacaqdır qanat. Karnavaldan siz gedin sağ salamat. Ölkəmizdə uşaq qoca nocavan, birbiriyle gerek olsun mehriban. Ölkəmizdə uşaq qoca nocavan, birbiriyle gerek olsun mehriban. Birbirimize can deyip eşidək can. Siz de olun özünüzden muğayat. Karnaval
Karnavaldan siz gedin sağ salamat. Qoy qurusun hər bir evdə toyğusar, şirin arzular qoyatsın qol qanat. Gülüb əyləndik, eylədik zarafat, karnavaldan siz gedin sağ salamat. Yürüp eğlendik eyledik zarafat. Karnavaldan siz gedin sağ salamat.